Məncə bu günlər maraqlı bizim söhbətimiz olacaq. İzləyicilərim ancaq mən necə qışqırıram, əsəbləşirəm görməyib. Onu da yoldaşı söz verib ki, göstərəcək bir gün. Bir ailəni idarə edərəm. Mən bir toy məclisi üçün yemək bişirərəm. Hərdən mən ağıl-ağıl da danışıram. Məncə insanlar sizinlə də danışadı, bilmirlər necə danışırsınız. Məşhur bir simanın həyat yoldaşısınız da. O ayrı bir işdir. İnsanın danışmadığı anda ötürdüyü ismarıc ən orqanik ismarıcdır. Bir sözlə ifadə edə bilərdim bu sizin ümumi imicinizi, kübarlıq. Sənin beynində bir mesaj uyanır ki, mən bu adamla söhbət eləmək istəyirəm. Kadrın arxasındakı olan bir insan var da, florist, hüquqşünas və gözəl Evdar xanım, məşhur simanın həyat yoldaşı. Onda siz stres menecmenti yaxşı bilirsiniz də, başa düşürəm. Hə, o mən psixiatram. Həm psixoloq, həm psixiatram. Çox kübar bir komanda işləyir. Kübar bir komanda işləyir. Bəli, yəni bir-birimizi yaxşı tapmışıq. Belə şeylər var ki, mən birdən minciləyib birdən şey eləyirəm ki, mən falan şey istəyirəm. Hətta bir qadın helağının şəklini ya da videosunun altına girib Ağzına gələn yazmaq deyilsən. Restorana gedəndə deyirik ki, kartoşka free var, bir də ev sayağı kartoşka var. Bu arada baxdınız Michael-a? Çox baxdım, deyim ki, belə bəyəndim. Yox, mən öz uşaq illərimə getdim. Bəzi insanlar şəxs sərhədləri ego kimi qarşılayırlar, amma əslində bu ego deyil. Beyin qusması deyirlər buna, beyin qaytarması deyirlər. Onu mən heç bilmirdim. Hə, belə bir ifadə var. Sürətpərəstəm, mən hər şeyin gözəlini sevirəm. Mən ümumiyyətcə qadın super bir varlıqdır. Nəzikəm, xoş gördük sizi. Çox sağ olun, xoş oldum. Həqiqətən sizi görməyə məmnun oldum. Çox sağ olun, mən də elə, çox xoş oldum studiyamıza gəlməyə. Sizinlə daha yaxından tanış olmağa. Məncə bu günlər maraqlı bizim söhbətimiz olacaq. Olacaq. Bir şey deyəcəm sizə, səhifənizi analiz eləyəndə, mənim işimlə bağlı olaraq, mən bədən dili üzrə ekspert olduğuma görə, mən insanların əvvəlcə danışmadığı andakı ötürdüyü ismarıclar mənim üçün çox vacibdir. Çünki insanın danışmadığı anda ötürdüyü ismarıc ən orqanik ismarıcdır, ən təbii ismarıcdır və o ismarıc heç vaxt aldatmır. Çünki bədən dili heç vaxt insanlara yalan danışa bilməz və 90% üzərində hər zaman doğru danışır. Səhifənizi izlədim, baxdım, sonra səsli baxdım reelsləriniza, maraqlı gəlirdi. Bir sözlə ifadə edə bilərdim bu sizin ümumi imicinizi, kübarlıq. Çox sağ olun. Hə, bu bir tərif deyil. Bu rusca demişkən konstativniya faktdır. Yəni faktın təsdiqi, faktın deyilməsidir. Həqiqətən də insanın danışmadığı anda ötürdüyü mesaj insana xoş gəldiyi anda sənin beynində bir mesaj uyanır ki, mən bu adamla söhbət eləmək istəyirəm. Mənim də belə bir fürsətim olduğuna görə, mənim podkast kanalım olduğuna görə komanda ilə məsləhətləşdik və düşündük ki, yəni Nərgiz xanımla söhbət eləyək. Çox sağ olun. Mənim üçün çox maraqlı olacaq sizinlə söhbət eləmək. Çünki bu bədən dili ümumiyyətcə teması həmişə mənə çox yaxın gəlirdi və özüm insanlara elə dediyiniz kimi ilk görünüşdən artıq orada onun bədən dilimi, energetikası mı deyə çox 3 saniyədə dediyiniz kimi bilirsən ki, bu insan sənə maraqlıdır yoxsa yox. Eynən. Bəs yaxşı bir şey soruşmaq istəyirəm sizdən, fəaliyyətinizi izləyəndə də. Adətən belə bir ab-hava vardı. İnsanın sosial şəbəkədə qurduğu bir imic var və amma kadrın arxasındakı olan bir insan var da və təcrübə, oxuduqlarım, eşitdiklərim biraz ona imkan verir demək ki, adətən insan bir müddətdən sonra sosial şəbəkədə qurduğu imici yaşamağa başlayır. Yəni özündən çıxır, özü olmur və oradakı qurduğu bir imici yaşayır da. Mənə maraqlıdır sizin fikriniz. Və təbii ki, elə personajlar da var desək, doğru desək, var. Bu normal bir şeydir. Amma mən doğrudan necə varamsa həyatda çalışıram ki, Instagram səhifəmdə, bloqumda da elə olum. Yəni başqa bir obraza girsəm, sonra yenə məncə bu çox yorucudur. Mən necə varamsa eləyəm, sadəcə bəzən izləyicilərim ancaq mən necə qışqırıram, əsəbləşirəm görməyib. Onu da yoldaşı söz verib ki, göstərəcək bir gün. Belə, yəni ki, məncə əslində necə varsan elə daha səmimi olur. Mən özüm elə insanları izləməyi daha çox sevirəm. Çünki daha yaxın olurlar mənə, daha səmimi olurlar. Mən bu yaxınlarda bir model hazırlamışam. İnşallah bu modelu yəqin ki, Amerikada biz tətbiq edəcəyik. Biz humanoidlara başlayacağıq artıq insanlardakı olan emosiyaları ötürməyə onlar da bu emosiyalar işləsin və sizin səhifənizdə maraqlı bir fakt vardı. Məsələn, orada siz dolma bükürsünüz, nə bilim də yemək bişirirsiniz və bunun o orqaniklik, təbiiliyi anında ötürdükdə bu artıq insanı cəlb edir. Niyə? Çünki insan təbiilik
arxasına Düzdür, düşür. düzdür. Artıq biz biraz o süni olan, bu süni zəka olsa da belə, adı üzərində süni bir şey olduğuna görə insanlar biraz o mövzudan biraz kənarlaşır. Yaxşı, mən səhifənizdə baxdım, florist, hüquqşünas, yəni o floristi necə əmələ gəlir, o ümumiyyətlə başqa bir mövzudur. Necə əmələ gəlir bu mövzu? Florist, hüquqşünas və gözəl Evdar xanım, məşhur Simanın həyat yoldaşı. Bunlar hamısı mən bilirəm ki, bəlli bir mənada bir təzyiq yaradır insanın, bir məsuliyyət təzyiqindən söhbət gedir də. Necə ortasını tuta bilirsiniz? O ortası istədiyim işlərlə məşğul oluram. Ən əsası yəqin ki, odur. Yəni mən uşaqlıqda ümumiyyətcə nə advokat nə hüquqşünas olmaq istirdim, mən müəllimi olmaq istirdim. O hələ hələ bir dənə də var imiş. Bir şey. Hə. Yəni yəqin bilmirəm. Uşaqlıqda tam başqa bir şey istirdim. Böyüyəndə tam bir şey, sonra biraz da böyüyəndə artıq dedim ki, florist olmaq istəyirəm. Bəlkə də biz nə qədər böyüsək də eləsə də yenə də özümüzün axtarışındayıq. İstədiyimiz şeylərlə məşğuluq. Çox dediyim kimi sevdiyi işlərlə məşğul oluram. Hansılar ki mənə xoş olur. Ona görə də hər şey belə yavaşca təbii ki, əsəb sinir şey də olur. Çünki 3 uşaq anasıyam. Bu ən böyük şey odur. Amma məsuliyyət odur. Amma dediyim kimi sevdiyim işlərlə məşğul olduğum üçün, mənə xoş gələn işlərlə məşğul olduğum üçün bu şeyi saxlaya bilirəm. Onda siz stres menecmenti yaxşı bilirsiniz də, başa düşürəm. Hə, o mən psixiatram. Həm psixoloq, həm psixiatram. Çünki indiki dövrdə bu cür multifunksiyanal olub, nə bilim, müxtəlif işləri görmək, amma stresə düşüb həm də stresi idarə etməmək biraz mənə gəlir bir çətin mövzudur. Mənə maraqlıdır insanların sosial şəbəkələrini idarə etməsi var. Mən öz sosial şəbəkəmdə çox çalışıram ki, öz komandamdan məsləhətləşim və çünki keyfiyyət əmsalı mənim üçün çox vacibdir. Yəni ki, belə arada harada gəldi çəkmək, qoymaq mənə görə biraz zidd olan bir şeylərdir. Amma sizin də səhifənizə baxdıqda o özünüzdə olduğun kimi o kübarlıq həmçinin səhifənizdə var da. Komanda işləyir yəqin ki, bu mövzu ətrafında. Bəli, çox kübar bir komanda işləyir. Kübar bir komanda işləyir. Bəli, yəni bir-birimizi yaxşı tapmışıq. Çox çətindir əslində bloq aparmaq. İstər lifestyle olursa, istər food blog, ümumiyyətcə bloq aparmaq siz yəqin özünüz də bilirsiniz. Çox çətin bir şeydir. Yəni elə şeylər var ki, mən bunları görmürəm, amma mənim komandam görür və onların həm nəzarət altında, həm məsləhətləri ilə ortaya gözəl bir iş gəlir. Komanda ola da bilər, olmaya da bilər, amma bu daha rahatdır. Çünki komanda ilə işləmək daha rahatdır və sənə yaxın komandan olmalıdır. Yəni ruhən yaxın olması lazımdır. Çünki fərqli formada əmələ gəlmir. Yaxşı, indi mən özümdən də bunu görürəm, sizdən də mənə maraqlıdır sizin fikriniz. Ümumiyyətlə indi sosial şəbəkədə kontentlə bağlı, yəni kontentin hazırlanması, insanlara maraqlı olan bayağı deyil. Yəni belə deyək də bu məhəlli xarakterli, o rusca mistiçkovoya da belə o formatda o kontentin hazırlanmasının əsas mənbəsi sizdən gəlir, yoxsa əsasən daha çox komandadan gəlir? Elə şeylər var ki, mən birdən minciləyək birdən şey eləyirəm ki, mən falan şey istəyirəm. Amma yenə də onlar artıq o qədər mən yaxşı tanıyırlar ki, mən əkizlər burcuyam da. İstər-istəməz mən doğru siz də əkizlər burcuyam. Əslində mən sizin videolarınızı, reelslərə baxanda belə ağlımdan keçdi ki, deyəsən bir də komandamızdan dedilər mənə ki, bir günün içində deyəsən belə bir şey, gecədə bütün hər şey yazırsınız, hər şey təzədən. Həmişə olmur, amma olur. Dedim ki, görəsən əkizlər burcudur. Amma yenə bir gecənin içində hər şey təzədən, onu istəməyə bilərəm və səhər artıq bütün komanda hazır olur, bir nəsə çəkir. Mən gəlirəm ki, yox, mən deyəsən, axı bunu istəmirəm. Amma mən indi elə bir komanda ilə işləyirəm ki, çəkdik, paylaşmırıq dediyimiz bir şey yoxdur. Yəni biz bunu düşündüksə, eləyirsə, biz bunu eləyəcəyik. Yəni artıq yox da deyə bilmərəm də. Yəni ya pridumula deyilə bir şey yoxdur bizim komandada. Bu çox yaxşıdır. Çünki əksi olduqda bu o qədər də belə deyək də effekt vermir. Çünki həm də kontentin hazırlanması kifayət qədər böyük bir zaman alır. Yəni zaman alır və bu zaman nəticəsində də bu belə əmək var işin içərisində. Bunun hazırlayıb təqdim olunması. Bəs yaxşı insanların reaksiyası. Mənə maraqlıdır. Ümumiyyətlə neqativlə bağlı olan reaksiyalarla bağlı necə mübarizə aparırsınız? Məncə indiki zamanda ən mənfi cəhəti sosial şeylərin ki, hate və insanların bilib-bilmədən danışıqları, bilib-bilmədən yorum etmələri. Yəni təbii ki, hər insan girib kimisə, yəni açıq səhifə aparırsansa, bu çox normal bir şeydir ki, kimsə girib öz fikrini, öz iradını bildirə bilər. Amma məncə hər şey hörmət çərçivəsində olmalıdır. Çünki hətta bir qadın helağının şəklinin ya da videosunun altına girib
Ağzına gələn Ağzına yazmalı gələn deyilsən. yazmalı deyilsən. Çox Eynən. şükür ki, doğrudan da bu cəhətdə mənim izləyicilərimdən çox o şey gətirib. Bəxtiniz gətirib. Bəxtim gətirib, bəli. Çox gözəl, yəni kübar, onlar da çox kübardılar. Yəni mən deyirəm ki, mənim izləyicim həmişə ki, özümə oxşayıblar. Həm mizah qəbuliyətləri, həm kübarlığı ilə. Əla. Yəni o cəhətdə olur hərdən belə kimsə dəsə Əsas. keçdi. Hə. Belə şeylərə çox normal baxıram. Mən düşünürəm ki, bu insanın yəqin öz içindəki problemləri, travmaları, kinli, kompleksindən irəli gəlir. Bir şey soruşum, mənim özümə də maraqlıdır əslində. Burada adətən mən o suallar verirəm ki, özümə də maraqlıdır. Yəni ki, o demək deyil, sualın cavabını özüm bilirəm. Yəni mənə də maraqlıdır əks tərəfin fikri. Sosial şəbəkə bu dəqiqə çox böyük bir platforma verib də bizim üçün. Yəni süni zəkaların platformaların adını və içinə girdikdə adam itib batır mövzunun içərisində də. Bu böyük bir imkanlar var, opportunity verir bizə də. Amma eyni zamanda biraz da təzyiq edir bizə. Yəni bizi biraz təzyiq altında saxlayır da. Sizcə bunun ortasını necə tutmaq lazımdır? Yəni bu cür imkanlar, məsəl üçün adi o gün bir dizayner deyir ki, artıq mənə ehtiyac yoxdur da. Yəni məni əvəzləyib və kompozitor deyir ki, yəni məni əvəzləyib də artıq demək olar ki də və imkanlar bundan sonra da çox getdikcə irəliləyəcək. Yəni bizim ağlımıza gəlməyəcək qədərində inkişaf edir və bunun o təzyiqlə imkanların ortasını necə tutmaq lazımdır? Məncə nə qədər də ağıllı sistem, ağıllı dövrdə yaşasaq da, amma yenə də bunun hamısı ilə insan, yəni o düyməyə adam basır. Yəni istər-istəməz hər zaman O knopkaya adam baxacaq. O knopkaya adam basır. İstər-istəməz bizə hər zaman Ehtiyac olacaq. insana ehtiyac olacaq. Bəli, qaldı ki, əslində təzyiq bu barədə də olur ki, çox informasiya var. Biz indi orada gələcəm əslində. Həddindən artıq informasiya var və bizim beynimiz, zihnimiz həm emosional çöküş yaşayır, həm də ki biz daha çox mənə gəlir ki, zihnən biz emosional olaraq yoruluruq. Yes. Bütün bu sosial və ağıllı dünya platformasında. Hərdən mən özümdə şey eləyirəm ki... Bu arada çox rahat arada rus sözləri buraxın. Heç bir sıkıntı yox. Yox, gərək bunu mənə deməyək. İpso, paşo da. İpso. Bəli. Arada olur ki, məsələn, platformalarda həddindən artıq çoxalıb. Bilmirsən harda. Məsələn, mən köhnə Twitter'ı silmişəm, işlətmirəm. Çünki mənim çox böyük bir vaxtımı aparırdı. Doğrudan aktiv istifadə edirsiniz Twitter'ı. Aktiv istifadə edirəm. Mən oxuyurdum. Mən gedirdim. O şey, bu şey, onu oxudu. O yorum, bu yorumdan ora keçdi. Bir də gördüm ki, 1 saatım. Onlar Twitter mən özümə yasaklamışam məsələn. Olmaz. Çünki o həddindən artıq vaxtımı alır. Başqa məsələn bir video görürsən, o video baxırsan, maraqlı şey eləyir, aparır. Keçirsən o insanın bloquna, başlayırsan baxmağa. O fikir, bu şəkil, artıq bu insanın həyatından hər şey bilirsən. Bu insanın Kitayda bir bacısı yaşayır, bir iti də flancı ildə ölür və özüm nəsə yarım saat tanımadığın insana burada sən artıq bu platforma sənə heç bir marifətlendirici bir şey eləmir. Amma orada özümü yenə təsəlli edirəm ki, ən azından bunun hamısını ingilis dilində oxumusan və biraz da ingilis dili geliştirmişsən. Təbii ki, filtləmək lazımdır hər şey. Yəni ətrafımızı o ChatGPT ilə də bütün həyatı ora şey eləməməlisən. Yəni mətn yazıb o sənə təzədən mətn verib onu istifadə etməməlisən. Öz fikrin olmalıdır. Yəni hər şeyi filtrədən keçirmək lazımdır. Baxdığımızı, oxuduğumuzu, yediyimizi, içdiyimizi. Yəni bunu mənə nə qədər polzu будет мне ki mən bunu istifadə edeyim edim. Çox əla deyirsən. Mən baxıram ki, artıq insanlar bu mövzu ilə bağlı hətta kommentlər var, şərhləri belə ChatGPT ilə yazırlar. Və orada bəzi simvolikalar var, bilirsən də bu simvolikalar ChatGPT-nin məhsuludur. Onu ümumiyyətlə insanların çox əla vurğuladınız. Tamamilə özünü ötürmələri süni zəkaya bu çox böyük bir kollapsa gətirib çıxardacaq da. Amma sən özün özlüyündə orqanikliyini qoyub, amma süni zəkadan yalnız istifadə edib dəstək almamız lazımdır. Bəli, dəstək almalısan. Yəni ki, düzgün bu cümləni sən qurmalısan. Artıq neçə dənə orada apostrof var, onu qoy sənə süni intellekt köməkləsin. Eynən. Və yaxud fəaliyyətlə bağlı. Mən hətta bu yaxınlarda bu süni zəka ilə bağlı çox irəli getdim bu mövzularda. Liberman qardaşlarını bəlkə sizə də çox tövsiyə edirəm. Bratia Libermana. Yəni altını çizərək sizə tövsiyə edirəm. Burada da biz yazıda da qardaşların adını qeyd edilir. Bratia Liberman. Onlar dünyada çox məşhur süni zəka ilə bağlı işlər görürlər. Onların bəzi fikirlərini qulaq asdıqda tam səmimi deyəcəm. 100%lik fikirlərini qulaq asam cəmi 30-40% başa düşürəm də. Yəni ki, çox uzaq mövzulardan danışırlar və anlayıram ki, biz
elə bir dövrə gəlir çıxırıq. Yəni yaxın bir 10 ildə, 15 ildə də biz ənənəvi həyat tərzimizdən çox uzaqlaşmış olacağıq. Və ənənəvi həyat tərzi sizin həyatınıza gətirmək istəyirəm. O bahalı olacaq. Çünki necə biz tutaq ki, gedirik restorana gedəndə deyirik ki, kartoşka free var, bir də ev sayağı kartoşka var. Ev sayağı kartoşkanın qiyməti biraz daha baha olur da, nəinki belə fruturitinsə pişirdiyin kartoşkadan. Ona görə təbiilik yavaş-yavaş daha bahalı əmsala gəlib çıxacaq. Yəni məsələn sizin səhifənizdəki o təbiilik mənim fikrimi cəlb etdiyinə görə düşündüm ki, məhz sizinlə bu mövzular ətrafında danışaq. Yaxşı, məşhurluq bir müddətdən sonra insana mane olur yoxsa kömək olur? Oy, yəni mane olur deyə bilərəm, köməyi də olur. Yenə də hər şey balansda saxlamaq lazımdır. Saxlamaq olur, bax saxlamaq eləməsən. olur. Yəni saxlamaq olur. Çox yenə dediyim kimi sərhədlər var, şəxs sərhədləri var. Nəyi sən göstərirsən bloqunda, nəyi göstərmirsən. Ona görə o balansı saxlamaq olur. Yaxşı, şəxsi sərhədlərdən danışdıqsa, gəlin bir amca ora girmiş olar da. Məşhurluq şəxsi sərhədləri biraz belə deyək, çox ramkaya salmırmı? Çox çərçivəyə salmırmı biraz? Yox. Yox. Çünki sənin bloqun sənin bütün həyatın deyil. Sənin bu həyatında başqa həyatın var. Və sən orada çox rahat, sərhədsiz yaşaya bilirsən. Yəni təbii ki, şəxsi sərhəd ailə ilə falan, amma bloqun sənin bütün həyatın olsa, yəni bu bütün məşhurluq sənin həyatın olsa, təbii ki, orada çətin olar. Çünki sən oradan çıxa bilmərsən, sürekli bu olar, bunu olmaz deyə öz Michael şeylərin Jackson. olacaq. Olacaq Michael Jackson da, yəni ki, bu arada baxdınız Michael-a? Çox baxdım, deyim ki, belə bəyəndim. Yox, mən öz uşaq illərimə getdim, qayıtdım bu film, bəli. Eynən. İstədiyimi desə çox şey görmədik orada, gördük istədiyi şey, bəli. Amma yenə də bizi o xəyallar Nostalgiya, evet, uşaqlığımla apardı, gətirdi. 3 vacib prinsipi var, mən özüm üçün onu şeylərəm. Özüm kimi də, şpargalka kimi. Birincisi, sənin öz şəxsi sərhədlərindir. O mütləqdir, mənə elə gəlir. Çünki hər yaşadığını bölüşmək məcburiyyətində deyilsən. Onu yaşamaq lazımdır özün üçün. Onu sən özündən keçirirsən, sonra fikirləşirsən, bu mənə paylaşmaq lazımdırmı, yoxsa yox. Bəzi insanlar şəxsi sərhədləri ego kimi qarşılayırlar, amma əslində bu ego deyil. Bəs nədir? Mənə gəlir ki, daha çox psixoloji sağlamlıqdır. Okey, razıyam. İkincisi, ailə üzvləri, dostların. Çünki sən onlarla videolar ya nəsə paylaşmaq eləyəndə istər-istəməz artıq onların şəxsi alanına girirsən. Və bizdə bu mənim ən şeyimdir, 3 dənə ərgən olduğu üçün bütün mənim videolarım, əgər onlar orada varsa, mütləq onların nəzarətindən keçirik, onların okeylərini alırıq, ondan sonra paylaşa bilirik. Nə maraqlı. Bəli, belə. Üçüncü də dediyim kimi yenə də o hisslərdir. Bəzi insanlar hər yaşadığını, hər hiss etdiyini paylaşırlar. Bu normal ola bilər, amma mənə elə gəlir ki, bəzən həm maraqsız ola bilər bu, həm də ki, bu sənin şəxsi hisslərindir. İndi sənin olayındır bu. Sən onu özün tək-bətək yaşamalısan. Ondan sonra dediyim kimi düşünürsən ki, paylaşaq mı, paylaşmayaq. Əslində paylaşmaq məsələsi belə bir ifadə var. Mən bunu bir neçə dəfə işlətmişəm, burada da işlədəcəm. Məsələn, tutaq ki, biz nəsə pis bir şey yeyirik, bizim mədəmiz bulanır da və biz qaytarırıq onu. Düzdür? Və bunun beyin forması var. Beyin qusması deyirlər buna, beyin qaytarması deyirlər. Onu mən heç bilmirəm. Belə bir ifadə var. Bunu psixoloqlar məncə çox yaxşı bilirlər. Onlar MDR-la, yəni sizə belə bir seans keçirdilər və sən çox ağlayırsan, özünü açırsan, tökürsən və sən sanki beyin qusması deyirlər buna, beyin qaytarması və sən artıq belə deyək, yüngülləşirsən o prosedurdan sonra, özünü belə quş kimi hiss edirsən də. Mən hər zaman belə bir ifadəni çalışmışam deyib və bilmirəm sizin də fikrinizi almaq mənə maraqlı olacaq ki, sözlərin ən yaxşısını dinləyin, baxacaqlarının ən yaxşılarına baxın ki, zövqün korlanmasın və beyninin o belə bibliotekan korlanmasın da ora yığdığın məlumatlar. Çünki heç bir məlumat itmir. Yəni siz buradan pilləkənlə düşəndə gördüyünüz bütün elementlər, yəni kiçik elementlər belə sizin hafizənizin bir küncündə qalır. Sonra hansısa bir məqamda, hansısa bir anda siz onu belə trigger edib belə yadınıza sala bilərsiniz. Çünki enerji itmir də. Ona görə mən düşünürəm ki, o paylaşım mövzularında da mən sizi çox maksimum dəstəkləyirəm və fikrinizlə razıyam ki, yəni onu biraz çox yaxşı filtrlərdən keçirtmək lazımdır ki, yəni nəticəsi də yaxşı olsun. Həmçinin heç kimin də şəxsi zonasına girmiş olmayasınız
olursunuz da. Yəni mən hərdən nəsə baxıram, deyirəm ki, mən bunu görmək istəmirdim. Yəni mən bunu görmək, mən bunu niyə görürəm? Mən bunu niyə gördüm? Yəni dediyim kimi yenə də onu qaytarır, hər şeyi filtrləməliyik. Danışdığımızı, çəkdiyimizi, yediyimizi, içdiyimizi, özümüz də gördüyümüzü ki, bizim zövqümüzə oxşasın. Bəli, tamamilə doğrudur. Floristika işinizdə sizə çox təsir edir mənə elə gəlir. Hə, florist olmuş. Sizə florist deyə bilərik, yoxsa yox? Florist, bəli, Deyə bilərik də. Təhsil almısınız siz bu sahədə? Bəli, 2 il təhsil almışam. Birdən-birə şey elədim ki, mən florist olmaq Necə istəyirəm. gəlir? Mən maraqlı. Əkizlər mövzuda, hə, genə. Floristika, dediyim kimi, bir də estet olduğum üçün hər şeyin gözəlliyi sevirəm. Bir də Azərbaycan çox gözəl bir söz var. Sürətpərəstəm. Mən hər şeyin gözəlliyi sevirəm. Sürətpərəst. İnsanlar da belə istədiyim insanlar da yanında gözəl olmalıdır. Bilmirəm, bəlkə bu çox ego şey ola bilər, amma doğrudan eləyəm ki, yanımda olduğu insanlar da gözəl olur. Məsələn, oğlumuzun evdə köməkçim gələndə mən ona bir şey nəzər edirəm ki, gözəl olsun. Yəni energetikası gözəl olsun. Mənim üçün bu şeylər çox vacibdir və güllər. Yəni həmişə alırdım evdə özüm nəsə buketlər eləyirdim. Sonra hiss elədim ki, bu mənə çox maraqlıdır və mən bu güllərlə işləyəndə özüm hər şeyi yaddan çıxardıram. Onda İstanbuldan bir müəllimə ilə işləməyə başladım. Wow. Kursa getdim, gəldim. Sonra müəllimə mənim yanıma gəldi və belə yavaş-yavaş. Sonra işləməyə başladım. Əkizlər burada olduğum üçün insanlarla işləmək çox çətindir. Yes. Və orada bir də mən biznes woman deyirəm. Mən biznesi fikirləşə bilərəm. Amma idarə etməsi. Amma idarə edə bilmərəm. Yəni bu məni deyil. Mən bir ailəni idarə eləyərəm. Mən bir toy məclisi üçün yemək bişirərəm. O toy məclisi dekor da eləyə bilərəm. Amma işte biznesi idarə edə bilmərəm. Yəni insan başa düşməlidir nəyə qadirdir, nəyə yox. O şeydə öz çərçivəsində və floristika orada mənim üçün başladı, bitmədi. Özüm üçün yenə də floristam evdə. Yəni bu istəyirəm. İstəsəm yenə də gedib nəsə eləyə bilərəm, amma indi başqa şeylər öyrənmək istəyirəm. Wow, nəyi? İndi daha çox bloquma vaxt sərf eləmək istəyirəm. Bir də ki, mən başa düşdüm ki, mən yemək bişirməyi güllərlə işləməkdən daha çox sevirəm. O mənə daha çox şeyləyir və mən yeməklə davam eləmək istəyirəm. Super. Bir şey sual verim. Mən həmişə öz səhifəmə də baxanda danışıram. Özümə deyirəm ki, məsələn, mənim səhifəm insana nə verir? Okey də treninqlər verir, ora getdi, bura gəldi, falan şey elədi, nə bilim maraqlı mövzulardan danışdı da, nəticə etibarilə mən nə ötürürəm müştəriyə və yaxud izləyiciyə də, yəni hər biri öz-özlüyündə bir müştəri kimi də hesab oluna bilər. Sizin də fikriniz maraqlıdır. Sizin səhifəniz bir insana nə verir? Yəni bloqunuzda belə deyək. O insan sizə gün ərzində 20 dəqiqə sərf eləyib baxandan sonra və yaxud yəni 1 saat olsun, 2 saat olsun da, yəni siz ona nə əldə etmiş olur sizin səhifənizdə. Çünki bu nəticə etibarilə bir kommersiyadır da. Yəni okey, ola bilsin ki, monetisasiya yoxdur içərisində. Yəni girdim Nərgizin səhifəsinə baxdım, çıxdım. Okey, bu pul ödəmədim də buna görə də. Amma nəticə etibarilə siz ona hansısa bir mənəvi satış etdiniz artıq. Yəni hansısa bir fikrinizi artıq satış etdiniz. Ona görə mənə maraqlıdır. Sizin səhifəniz insana nə verir? Mən də sizin kimi həmişə öz səhifəmə bir şeylər ki, bu səhifə görə insanlara nə verir? İndi işlədiyim komanda ilə o ən çoxu mənə motivasiyalar verir. Mən başa düşürəm ki, doğrudan da çox xanımlara, çoxu qızlara, yəni yeni yemək bişirən xanımlara daha çox bəlkə orada nəsə öyrədib fikir ola bilər. Sonra hərdən mən ağıl da danışıram səhifəmdə. Orada hansısa bir fikirlərim də qadınlara xoş ola bilər. Mən elə gəlir ki, mənim energetikam, pozitivliyim, bir insan indi belə özündən çox böyük danışmış kimi olur. Siz gəlin, mən danışacağım. O ilə bağlı da mənim yoldaşımın da kommenti var idi, ona görə. Yəni bir insan mənim söhbətim, mənə görə ürəyi açılır. Çalışıram ki, negativ heç nə paylaşmayım. Çünki özüm mənim üçün sosial platforma əyləncə bir şeydir. Mən özüm oraya girib baş beynimi nəyinəsə qatmaq istəyirəm. Yəni dediyim kimi o doğru şeylər izlədiyim çərçivədə. Mən fikirləşirəm ki, məni də izləyən xanımlar, yəni hardasa onlar üçün pozitiv ötürə bilərəm, fikri ola bilərəm. Onlar hansısa bir yemək bişirməyə influence edə bilərəm. Ya nəsə almağa, ya nəsə aldım ki, bu gözəl bir şeydir. Mütləq paylaşıb fikir olaram, məsləhət görərəm. Bir də uşaqlar da mənim izləyicilərim birləşdirən odur ki, onlar da əksəriyyəti ərgənlər, mamalardır. Bir-birimizi orada təsəlli eləyirik. Bir-birimizi orada köməkli məsləhət veririk.
yoldaşıma çəkilişlərinə falan məlumat deyirəm ki, misal üçün falan şey oldu, biz falan şey çəkəcəm. Deyirəm ki, biz bu gün podkastda çəkəcəyik. Deyir, kimə çəkirsən? Deyirəm ki, Nərgizin. Ana klova. Deyirəm ki, Çox sağ olun. deyirəm ki, bu nəyə görə də? Bu necə gəldin bu fikrə çıxdın da? Nizda bu ana klova da. Deyirəm ki, bunun açıqlamasını verə bilərsən, yəni içini aça bilərsən, niyə puçmana klova da? Bilmirəm də bu məsəl deyir mən nə qədər adamla çəkmisən, nə qədər adamla görüşürsən, deyirsən də. Deyir belə bir şey demişəm ki, işte bu da ana klova, elə on klova da. Deyir bəzi şeylər var ki, insanda o artıq depolaşır. Yəni o ötürülür, o insanın energetikası ötürülür və o artıq depolaşır. Ondan sonra 100 dənə anar, 100 dənə Həsən, 100 dənə filan kəs gəlib o adamın fikrini dəyişmək mümkün deyil. Artıq ona görə mənə maraqlı idi ki, yəni onu düşünürəm ki, sizin əldə etdiyiniz məzmun bu orqanikliklə əmələ gəlir. Ola bilər, səmimiyyətlə. Bəli. Yəni çünki bu çox çətin bir şeydir və çox bahalı bir şeydir. Yəni mən bunu həm belə nəyə görə altını vurğulayıram bahalı? Çünki ona görə bahalıdır ki, bunu əldə etmək və bu dəqiqə bazarda orqaniklik yoxdur. Düz deyirsiniz. Yəni gəlib də burada sizin peşəvizə gəlib çatırıq ki, bir insan danışanda artıq ona baxırsan ki, görəsən bir də belə bir şey var. Məndə məsələn hüquqşünası oxuyanda, yəni hər peşənin öz necə побочный effekti var da, necə deyirlər? Yan təsirləri. Yan təsirləri. Yəni mən hüquqşünas olanda insanlara baxanda həmişə orada nəsə axtarıram. Yəni ki, ilk öncə baxıram ki, görəsən, yox, desən yalandaş. Bəlkə belə deyil. Bəlkə başlayırsan bunu. Mən demişəm ki, bu bizim professiyamızın yan etkiləridir. Bəs sizdə necə? Siz artıq insanla danışıb eləyəndə siz onu məncə insanlar sizinlə də danışanda bilmirlər necə danışsınlar. Olur elə bir şeylər. Deyirlər, soruşurlar ki, əli hara qoyub necə danışım. Hətta bir dəfə kommentdə yazmış ki, məli bu əllərimi hara qoyubsunuz? Belə də deyirsiniz əlləri hara qoymaq falan qoymaq. Yan təsirləri deməyim də, amma insanların klişe bildiyi mövzular var. Məsələn, əgər Nərgiz mənimlə oturub danışır və əllərini belə qoyursa, mən Nərgizə deyə bilmərəm ki, Nərgiz bağlı pozadadır. Yəni belə mən də həmişə elə fikirləşirəm, insan belədirsə, deməli o bağlanıb. Yox, tam tərsinə, yəni ki, siz sadəcə olaraq belə özünüzə qucaq verib oturub məni qulaq asırsınız da. Yəni ümumiyyətlə bağlı pozalar falan bu mövzular biraz mövzunun başqa tərəfləridir. Amma mənim üçün maraqlı olan bir şey deyəcəm sizə. Yəni çox sizi yormayacağam bu mövzu ilə. İnsanı deşifrə etmək üçün çox az zaman lazımdır. O da çox maraqlıdır. Amma deşifrə yalanı müəyyənləşdirməkdən söhbət getmir. Yəni yalanı müəyyənləşdirmək buradan da demiş olam mümkün deyil. Çünki insan çox mükəmməl varlıqdır və bu mükəmməl varlığı bir anar, bir filan kəs, bir John Navarro, Chase Hughes onlar gəlib belə deşifrə eləyə bilməzlər də. Çox çətin bir mövzudur bu. Amma mən nəyi anlayıram? İnsanları özünə rahat uyğunlaşdırmaq. Baxın, body language mənə bu şeydə kömək edir. Yəni səninlə danışmaq insanlara xoş olur. Və sən insanların ümumi danışığı ilə bədən dilində ziddiyyətlər gördükdə bilirsən ki, o daha çox danışmadığıdır, nəinki danışdığıdır. Yəni orada bu şeylərə baxa bilərsiniz. Yəni çünki bu şeylərə diqqət etmənizdə fayda var və nə qədər çox müşahidə edə bilərsinizsə, amma ağıllı müşahidə və biri var baxmaq, bir də var görmək də. Yəni ona görə biraz biz görmək qabiliyyətində olmamız lazımdır ki, insanın vücud dili nədən danışır ümumiyyətlə. Mən dedim ki, mən sizin səhifənizə baxdıqda sizin vücud dilinizin mənim fikrimi cəlb etdi ki, bu adam çox kübardır. Yəni sonra mən adətən videolara səssiz baxıram. Çünki nəyə görə səssiz baxıram? Çünki bədən dilinə baxırsınız. Bəli, eynən. Sonra səsini açanda bunlar kontrast deyilsə, deyirəm ki, wow, yəni bu əgər üst-üstə düşürsə demək wow-dur. Yəni burada başqa bir şeydən danışa bilmərik də. Əslində tam səmimi deyəcəm. Bu tərif deyil. Yəni bu faktın səslənməsidir. Yəni çünki adətən bir də görürsüz kimsə sual verir, deyirəm ki, məncə bu mövzunu müzakirə etməyək. Yəni bir növ başa salmağa çalışıram ki, izah etməyə çalışıram ki, yəni mövzuya girməsək daha yaxşı olar. Ona görə sizin məşhurluğunuz, ərgən övladlarınız, amma siz həmçinin məşhur bir simanın həyat yoldaşısınız da. O ayrı bir işdir. O da bu arada çox bəyənirəm musiqilərini, həqiqətən sevə-sevə dinləyirəm və ailə üzvlərim də sevə-sevə dinləyir. Mənə maraqlıdır, bəs o tərəfdəki həyat necədir sizdə? Yəni o tərəfdəki olan bir təzyiqlər, yumşalmalar, yəni ümumiyyətlə oradakı həyat haqqında kiçik bir məlumat versəz bizə də maraqlı olar. Əslində yenə də deyə bilmərəm ki, orada ayrı bir həyat var. Mən göstərdiyim, yaşadığım ayrı bir həyat. Yəni doğrudan da hamısı bir-birinə o qədər bağlıdır. Yəni hamısı o qədər bir-birini dəstəkləyir ki, deyə bilmərəm ki, burada ayrıdır, burada ayrıdır. Bir də belə bir şey var ki, biz bir yerdə bu yola çıxmışıq yoldaşımla. Yəni o artıq oxuyanda bir
səhnə alanda biz oyla bir yerdə bu yolu gəlmişik və deyə bilərəm ki, alışa-alışa. Okay. Ələ tutub alışa-alışa. Bura gəl. Mən heç vaxt hiss eləməmişəm ki, biz dediyimiz o məşhurluq şeyini, yəni ulduzluq, belə onun yan etkisini deyə orada bir işte deyə bilərəm. Yəni ayrı həyat yoxdur. Bir həyat olduğu üçün bu da daha belə yəqin qarmoniya var. Orqanik görsənir. Əla, əla. Bir maraqlı özümə qeyd etdiyim suallarımdan biri var idi. Super qadın personajı var da, yəni super qadın necə olması lazımdır? Ümumiyyətlə super qadın anlayışı doğru anlayışdırmı, amma belə də son dövrlərdə eşitdiyim sözlərdən biri bu olduğuna görə super qadın deyəndə nə anlaşılır? Mən biraz açığı belə tutmadım bu mövzunu, dedim sizdən soruşum. Super, məncə ümumiyyətcə qadın super bir varlıqdır. Artıq oradan gəlir bu. Doğrudan da super qadın. Biz indiki dövrdə, indiki zamanda qadın həm işləmək istəyir, həm öz üzərində işləmək, həm ailə qurmaq istəyir, həm uşaqlarını idarə etmək istəyir. Bu çox çətin bir şeydir. Super qadın da yəqin ki oradan gəlir. Dediyim kimi ev qadını deyib keçmək də lazım deyil. Məncə super qadın, super woman elə ev qadınıdır. Çünki bir sistemi idarə eləyir də. Ev qadını analar ümumiyyətcə həm psixoloqda, həm psixiatrlarda. Və işdən çıxarda bilmirsən heç kimi. Evet, işdən çıxarda bilmirlər heç kimi. Bütün peşə sahibidirlər məncə analar, ev qadınları. Bu ayrı bir uğurdur məncə. Yes. Hələ ki bu qadın işləyir, özünü inkişaf eləyir, özünə istədiyi şeyləri yaşayırsa, mükəmməl bir şeydir. Bu super qadındır. Amma deyə bilərəm ki, yəni təkcə business womanlara ya da ki ev qadınlara ayrı həyat deyil. Mən ümumiyyətlə qadınlar super varlıqdılar. Böyük iddiadır. Mən də elədir çünki mən fikirləşirəm. Eyni anda bir neçə dənə iş görə bilir. Eyni anda bir neçə dənə şeyi düşünə bilərək. Cəsur, Yuli Cəsur, hə? Cəsur. Əla. Çox əla iddiadır. Yaxşı, mən həmişə özüm üçün bir forma olaraq fikirləşirəm də, həyat forması kimi. Məsələn, anlar, sən bunu belə etsən belə anlar. Və yaxud filan başlıqlar sənin özün üçün bir həyat kredosudur. Yəni bunlar sənin üçün böyük dəyərlərdir də. Yəni bu dəyərlərdir ki, mən zamanla bunu hətta paylaşıram, danışıram öz kolleqalarımdan və yaxud cəmiyyətdə bunu zaman-zaman konfranslarda vurğulayıram ki, mənim həyat kredom budur. Və bunları həm də təşviq edirəm. Promote edirəm bunları da və bunun haqqında danışıram. Nərgizin həyat kredosu desək, misal üçün bir 3 dənə başlıq kimi bunu vurğulasaq ki, misal üçün bax, bu mənim həyatda çox vacib bildiyim və heç vaxt dəyişməyən bir dəyərlərimdir və bu dəyərləri həm də ki siz bunu danışmaqla bunu PR etmiş olursunuz bu dəyərləri. Oy, bilmirəm. Və ümumiyyətcə yəqin bu 3 söz olar. Sadəlik, gözəllik və sədaqət. Yəni öz yanımda olan insanları da həmin bu 3 kredoya görə seçirəm. Özüm də elə çalışıram ki, olum. Əla. Bir də ki, mən bunu bir şey edirəm sizə, bilməm siz bunu etmisiniz nə varsa, mən harasa bir 3500-dən çox intervyu keçmişəm insanlarla işlədiyim müddətdə. Həmişə çünki həmişə bir 500-600 minə yaxın əməkdaşım olub və intervyularda həmişə belə bir sual verirdim. Deyirdim ki, intervyu bitir misal üçün və deyirəm ki, 3 mənfi xüsusiyyətinizi deyə bilərsiniz. Bir xanım var idi, bir dəfə belə oturmuşdu, qayıtdı ki, mənim heç bir mənfi xüsusiyyətim yoxdur. Dedim, wow, yəni, deyirəm, Monikadan soruşsam, onda belə var da, yəni ki, mən də deyim ki, bəs məndən soruşsanız, mən səhərə qədər danışaram mənfi xüsusiyyətlərimi də. Və mənfi xüsusiyyətlərimi danışmaqdan da nə çəkinərəm, nə ayıb bilərəm və yaxud tam tərsi bunu deyərəm ki, insanlar görsün ki, mən bunu etmişəm, heç sən etmə. Bunu qəbul eləmə artıq böyük bir. Əlbəttə. Nərgizin 3 mənfi xüsusiyyəti nədir? Mənim böyük bir dənə mənfi şeyim var. Mən səbirsizəm. Mən çox səbirsizəm. Mən əgər istədimsə, mən indi bu saat olacaq. Bunu həqiqətən mənfi kimi görürsünüz də, düzdür? Bəli. Yəni şey deyil də, mənfidir amma qəbul edin deyil. Yəni mənfidir və çalışıram ki, düzəlsin. Çalışıram, olmur. Çünki bu artıq mənəm. Okay. Səbirsizəm, çox tərsəm. Mən yox dedim. Uşaqlarım bilir ki, yox desəm bu belə iki cahan bir yerə gəlsə bu yoxdur. Bundan əziyyət çəkirəm. Çünki hərdən yox demək istəyirəm, amma yox demək məcburiyyətindəyəm. Tərsəm, çox tərsəm, səbirsizəm. Üçüncü çox mənfi cəhətim var. İndi hamısını tapa bilmərəm. Var görürsən, çox səmimi çox. Mən də həmişə deyirəm ki, 3 nədir? Yəni sən 10 dənəsini deyim sənin üçün. Çox var, doğrudan da çox var. Çox var, amma çalışıram ki, doğrudan elə mənfi cəhətlər var ki, sən yaşamağa
mane olur və mən hər il özümə məsələn şey qoyuram ki, bu illəri bunu hədəflər deyil qoyuram ki, bunu düzəltməyə çalışacağam. Amma təbii ki, alınmır çünki bu artıq mənim xasiyyətimdir, bu artıq mənim. Zalojon, hə? Da, zalojon. Bəs yaxşı, intervyuda bir dənə sual verim. Üç müsbət tərəf. Yəni 3 mənfini dediniz tutaq ki də, amma bəs 3 müsbət tərəfiniz nədir? Hansı ki sizi digərlərindən çox fərqləndirir? Mən də heç vaxt özümü heç kəsdən fərqli hiss eləməmişəm. Amma ən gözəl cəhəti var, hansını ki mən özümdə çox sevirəm, pozitivəm. Hər bunu görürük. Dünyada olsa da mən orada bir pozitivlik tapıb gülməyə şey taparam özüm üçün ki, yox, gülək danışaq, hər şey yaxşı olacaq. Hətta İnara keçən də danışmışam. Bakıya köçdü, yolları elə yaxşı tanımıram. Bir pavarota keçdi, bir də gördüm mən 20 yanvarda keçdim. Harasa rayon tərəfə gedirəm. Deyirəm ki, amma başa düşürəm ki, qayıtmağa probkada qayıdacağam. Yəni orada əsəbləşməyə, özüm üçün yaxşı müzik oldu. Belə yavaş-yavaş getdim evə, sonra 5 saat sonra çatdım. Bəs ikinci müsbət tərəf? Bilmirəm. İkinci müsbət. Onu mənə görə sevənlərdən bir soruşaq. Hətta bunu mütləq şey kimi paylaşıb. Reels kimi paylaşıb, altta yazarlar. Bəli. 3 dənə müsbət, bir də mənfi cəhətlərimiz desinlər. Okay. Həqiqətən çox zövq aldım sizinlə söhbət eləməkdən. Yəni çox yadıma gəlmir ki, bu qədər podkastın içərisində gülməyimiz, danışmağımız, bu qədər səmimi ortam yaratmağınız həqiqətən təşrif buyurduğunuz üçün çox təşəkkür edirəm. Çox zövq aldım sizi şəxsən tanımaqdan, fikir mübadiləsi etməkdən çox zövq aldım. Ümid edirəm izləyənlər üçün də çox maraqlı olacaq. İnşallah. Kommentləri unutmayacaq. Yazarsınız, biz də onları oxuyarıq. Təşəkkür edərəm. Çox sağ ol. Yoldaşınız məndən çoxlu salam deyir. Mütləq deyəcəm. Mütləq deyəcəm. Çox sağ ol. Hətta bunu PS-də verərlər sonra. Bir dəfə intervyuda deyirəm ki, bir xanım idi belə takay belə ana prışla takay vесь belə də sicit deyirəm ki, bəs 3 mənfi xüsusiyyətinizi deyə bilərsiniz. Ana вот siyasi diqqət ki, çox ədalətliyəm. Deyirəm ki, niyə bu mənfi xüsusiyyət olur da? Bu tam tərzində müsbət xüsusiyyət. Как бы типа belə də. Yəni mən ədalətliyim, это мне мешает в моей жизни. Да, слишком патология, это мне мешает в моей жизни. Вот это вот эго. Это да, это дикое эго. Да, это эго. Эго, который, видите, за секунду она одним своим ответом полностью раскрыла себя, да. Heç CV-yə ehtiyac qalmır da. Yəni bir sualın cavabı, yəni adətən bu arada mən təcrübə nə göstərir? O 3 mənfi 3 müsbət deyirəm, sual verir, amma orada insanlar daha çox deşifrə olurlar. Nəinki CV-nin içərisindəki olan mətnlərlə də. Orada özün yazırsan. Da, öz haqqında nə düşünürsən, özün yazırsan. Eynən. Amma görəndə baxırsan ki, çox fərqli bir şey. Да. Спасибо большое. Очень было приятно. Спасибо, мне тоже спасибо. Реально было приятно.